Bugün 2 iyul 2025-ci il tarixində Azərbaycan polisinin yaranmasının 107-ci il dönümü böyük qürur və iftixarla qeyd edilir. Bu əlamətdar tarix dövlətimizin və cəmiyyətimizin təhlükəsizliyinin keşiyində dayanan, asayişin qorunmasında, qanunçuluğun təmin olunmasında müstəsna xidmətləri olan Azərbaycan polisinin şərəfli və məsuliyyətli fəaliyyət yolunun simvoludur. Başda Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik cənab Vilayət Eyvazov olmaqla Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını, hər bir polis əməkdaşını bu əlamətdar gün, peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Azərbaycan polisi bu 107 il ərzində xalqımıza ləyaqətlə xidmət etmiş, müstəqilliyimizin, əmin-amanlığımızın və dövlət təhlükəsizliyimizin qorunmasında daim ön sırada yer almışdır. Xüsusilə də müasir dövrdə Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hüquq mühafizə orqanlarının inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə və peşəkar kadr potensialının artırılmasına yönəlmiş islahatlar nəticəsində Azərbaycan polisi daha çevik, daha müasir və vətəndaş yönümlü bir sistemə çevrilmişdir. Azərbaycan polisinin rəşadətli fəaliyyəti vətən müharibəsində də öz təsdiqini tapmışdır. Polis əməkdaşları hərbiçilərlə çiyin-çiyinə döyüşərək torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmişdir. Onların bir çoxu şəhidlik zirvəsinə ucalmış, adlarını xalqımızın yaddaşına qızıl hərflərlə yazmışlar. Onların əziz xatirəsi daim hörmət və ehtiramla anılır. Bir daha bugünkü gün münasibəti ilə bütün polis əməkdaşlarını təbrik edir. Onlara möhkəm can sağlığı, çətin və şərəfli xidmətində uğurlar, ailə saadəti, vətənə xidmət yolunda daim uğur, müvəffəqiyyət arzulayırıq. Azərbaycan polisi, peşə bayramın mübarək olsun.